Deməli, müəllimlər, bizim növbəti izahımız yenə 7-ci sinifdən olacaqdır. Mövzu 20, balığın isti emalı və balıq yeməkləri. İndi davam edirik, müəllimlər. Bax, balıq yeməkləri hazırlamamışdan əvvəl mətbəx emalı üsulunu seçmək məqsədə uyğundur. Bax, bayaqların biz balığın təmizlənməsində nə dedik? Mexaniki emal. Amma yemək hazırlayan zaman mətbəx emalını seçmək lazımdır. Deməli, doğru seçilmiş emal üsulu yaxşı dad əldə etməyə və balıqda olan qiymətli qida maddələrinin saxlanmasına səbəb olur. Biz bilirik ki, balıq necə məhsul? Tez xarab olan məhsuldur. Ona görə ondan ehtiyatlı olmaq lazımdır. Yəni, zəhərlənmələrə səbəb ola bilər. Yəni ki, hər bir insan balığın təzəliyini müəyyən etməyi bacarmalıdır. Bunu necə müəyyən eləyə bilərik? Yəni, onun görünüşünə baxaraq biz müəyyən eləyə bilərik. İndi baxırıq, bax, təzə balıq necə olmalıdır? Təzə balığın, bax, burada göstərilibdir bircə dəqiqə. Bax, bu hissəyə baxırıq. Təzə balıqla köhnə balığı qarşılıqlı müqayisə eləyiblər. Biz də müqayisə eləyə baxacağıq indi. Bax, təzə balığın, deməli, qəlsəmələri qırmızı rəngdə olur. Düzdür? Amma burada verilib, bax, burada verilibdir, qəlsəmələr qırmızı rəngdə olur. Amma ki, burada xarab olunmuş balığın qəlsəmələri çirkli, solğun və boz rəngdə olur. Deməli, təzədə qırmızı rəngdə, xarab olmuşda qəlsəmələr çirkli olur, solğun olur, boz rəngdə olur. Belə yadda saxlayırıq. İndi yenə qayıdırıq təzə balığa. Xarakterik balıq iyi verir. Amma köhnə balıqdan deməli, xoşa gəlməz, pis qoxu gəlir. Sonra nə edir? Deyir ki, təzə balığın üzəri nazik qatlı şəffaf seliklə örtülür. Şəffaf selik də sürüşkənlik verir də, sürüşkən olur nazik seliklə örtüldüyü üçün. Amma ki, köhnə balıqdan gedirsə söhbət, köhnə balıq deməli necə olur da? Onun yəni ki, sürüşkənliyi olmur da, parıltısız olur, pulcuqları tökülür. Bir də ki, yapışqanlı olur onun üzəri. Köhnə balıqdan söhbət gedirsə. Yenə qayıtdıq təzə balığa. Bircə dəqiqə baxım görək Sevda müəllimə nə deyir? Davam edək. Yəqin müəllimə qoşula bilməyibdir. Deməli, davam edirik müəllimlər. Bax, burada nə deyir? Dedik ki, təzə balığın qəlsəmələri qırmızı rəngdə olur, iyi xarakterik balıq iyi verir, nazik qatlı şəffaf seliklə örtülür, sürüşkən bir şey olur da təzə balıq. Amma ki, köhnə balıq dedik ki, qəlsəmələri çirkli boz rəngdə olur, solğun olur, xoşa gəlməz iyi olur, parıltısız olur, pulcuqları tökülmüş olur, yapışqanlı seliklə örtülmüş olur. Yəni, sürüşkənlik olmur. Köhnə balığın qarnı şişir, gözləri içəri batır, gözlər şəffaflığını itirir. Amma ki, təzə balığın qarnı şişmir, şişkinlik olmur, gözləri qabarıq olur. Yəni, bu şəkildə yadda saxlayırıq. Bax, təzə balığı suya saldığımız zaman dərhal suyun dibinə gedir. Bax, bunu biz yumurtalarda da bilirdik də, düzdür? Kim deyər o yumurtalar mövzusunda 3 cürə verilmişdi? Deyə biləniniz var. Bax, təzə yumurta dedik suyun dibinə düşür. Mətbəx yumurtası ortada üzür. O yararsız, istifadəyə yararsız da üstə üzür. Suyun üzündə üzür. Burada da dedik ki, təzə balıq deməli əzələ qatı bərk olur, sümüklərə kip birləşir, sümüklərdən çətiri ayrılır, suya atılan zaman da, salınan zaman da dərhal nə etdi? Suyun dibinə çöktü. Pomidor toxumlarında da biz deyirdik ki, deməli, istifadəyə yararlı suyun dibində qalır, amma istifadəyə yararsız pomidor toxumları suyun üzündə qalır. Biz onu nə edirik? Süzürük o üstündəki o yararsız toxumları. İndi davam edirik. Bax,
duza qoyulmuş balıq var və ya dondurulmuş balıq var. Bunların deməli təzə balığın keyfiyyətini bu üsullarla yoxlarıq. İndi baxırıq duza qoyulmuş, donmuş balığın keyfiyyətini necə müəyyən etmək olar? Bu nisbətən asandır. Bunu necə müəyyən edirik? İsti iynə ilə deşirik, iynəni isidirik, deşirik həmin balığı. Əgər balıq köhnədirsə ondan çürümüş iyi verəcəkdir. Yəni belə balığı da yemək olmaz. Bax, duza qoyulmuş, dondurulmuş 2 d-dır. Bir də onu deşmək lazımdır iynə ilə. Bunu 3 d ilə yadda saxlayırıq. Deməli, necə yadda saxladıq? Duza qoyulmuş, dondurulmuş balığı, deməli, nə edirik? Deşirik. Nə ilə? İsti iynə vasitəsilə. Köhnədirsə ondan pis qoxu gələcəkdir. Bunu da yemirik. Bax, təzə balıq soyudulmamış və soyudulmuş ola bilər. Bax, soyumamış balıq təzə, yəni ki, tutulmuş, yəni heç bir soyudulmaya məruz qalmamış. Yəni öz bədən temperaturunu, havanın temperaturuna bərabər olan balıq növüdür. Təzə tutulmuş balıq. Soyudulmamış deyirik buna. Amma soyudulmuş balıq təzə tutulmuş, yəni bədənin temperaturu soyuq hava ilə, yəni 0 dərəcəyə buza qədər soyudulan balığa deyilir. Soyudulmuş balıq tez xarab olan ərzaqdır. Əgər balıqdan bayaq da dedik ki, xoşa gəlməz, iyi gəlirsə, bunu da biz iynəni qızdıraraq yoxlarıq da. O qida üçün təhlükəlidir, onu yemək olmaz. İndi baxırıq müəllimlər, balığın isti emal növlərinə. İsti emal zamanı balıq əti, məsəl üçün, qaynadıla bilər, buğda bişirilə bilər, qızardıla bilər, pörtlədilə bilər, suda və közdə bişirilə bilər. İndi baxırıq qaynatmaya. Bax, qaynadılma zamanı bütün növ balıqlardan dedik ki, istifadə olunur. Bax, nərə balıq fəsiləsinə aid olan kütümdür, çəkidir, stavridadır, skumbriya balıqlardır ki, bunlardan yəni ki, çox ləzzətli qaynatmada istifadə olunur, ləzzətli olur. Bax, buğa vermədə də, buğulamada da, buğda bişirilmədə də həmin bu balıq növlərindən istifadə olunur, qaynatmada olanlardan. İndi baxırıq. Bax, qaynadılma zamanı balıq dərisi ilə birlikdə adam başına tikələrə bölünür və yaxud bütöv halda suya qoyulur. Bu zaman da elə eləmək lazımdır ki, deməli, necə olsun, su 1-2 sm balığın üzərini örtsün. Balığın dərisi də 2-3 yerdən çərtilir, tikələr formasını qaynatma zamanı dəyişməsin deyənə. Bax, deməli, qaynadılma zamanı balığın üzəri neçə santimetr su ilə örtüldü? 1-2 santimetr. Biz paxlallarda da görmüşdük ki, paxlallara nələr aid idi? Lobya idi, noxud idi, mərci idi ki, paxlallara daxil idi. Bunlar da biz üzərini istağa qoyan zaman su ilə neçə santim örtürdük? 1 santimetr. Amma burada nə deyir? 1-2 santimetr qaynatma zamanı nə etmək lazımdır? Örtməlidir. Bax, geniş yayılmış üsuldürsə balığın bişirilməsidir, pörtlədilməlidir. Amma üstünlük verilir nəyə? Bişirilmə zamanı qızardılmaya. Çünki asan və tez başa gəldiyi üçün, tez olduğu üçün üstünlük verilir düşsə, deyəcəyik ki, qızartmadır. Amma ki, geniş yayılmış bişirilmə növüdürsə, deyəcəyik ki, orada nədir? Pörtlədilmədir. Bax, səhifəni dəyişək indi. Bax, qızartmada deyir ki, su nə qədər əlavə edilərsə, nə qədər az əlavə edilərsə, balıq bir o qədər dadlı alınır. Məsəl üçün, biz şorba bişirən zaman sos da deyirik də, ətə suyu nə qədər az töksək, bişirdiyimiz şorba o qədər dadlı olar, düzdür, keyfiyyətli olar. Balıqda da elədir. Məsəl üçün, adam var ki, suyu tökür, tutalım, adicənə ətdən şorba bişirən zaman. Laqqa-laqqa qaynadır. Elə belə su içirsən də, elə bil ki, su yeyirsən. Adam da var ki, suyunu da az eləyir. Məsəl üçün, yağı zadda qaydasın. O şorba dadlı olur. Burada da deyir ki, su nə qədər az əlavə edilərsə, balıq o qədər necə alınır? Dadlı alınır. İndi burada qərəl verilibdir ki, yəni ki, 1 kiloqram balığa nə qədər su əlavə eləmək lazımdır. Məsəl üçün, balıq 1 kiloqramdırsa, 1 litr su, bir çay qaşığı da 1 litr suya
duz əlavə edilir. 1 çay qaşığı da nə əlavə edilir? Duz. Deməli, hər yanda 1 rəqəmini biz görəcəyik. Zövqə görə də, məsəl üçün, bax, burada da görürsünüz, qaynadılmada nə göstərilibdir? İçində dəfnə yarpağı var, istiot var, doğranmış soğan var, yerkökü, cəfəri görünmür. Amma yadda saxlayırıq ki, yerkökü, cəfəri, kərəviz əlavə edilib, qaynama həddinə çatdırırıq, sonra isitməni azaldırıq ki, maye öz xodunda qaynasın. Deməli, biz əti də pişirəndə əvvəlcə xod veririk, qaynadırıq, kəfini yığırıq, sonra azaldırıq ki, vamodda öz xodu ilə yumuşaq pişsin, düzdür? Məsəl üçün, şaqqa-şaq qaynatsaq, o gec pişir. Mütləq əvvəlcə qaynama həddinə çatdırıb azaltmaq lazım. Balıqda da, yəni, bu şəkildə biz onu icra edirik prosesi. Deməli, burada verilibdir ki, qaynatma dəqiqələri verilibdir. Bax, xırda balıq 10-15 dəqiqə, orta ölçülü tikələrə ayrılmış balıq 15-20 dəqiqə qaynadılır. Bax, biz buna 15-20 dəqiqəyə ərişdənin pişirilməsində də rast gəlmişdik. Burada da nə deyir? Deyir ki, orta ölçülü tikələrə ayrılmış balıq 15-20 dəqiqə. Məsəl üçün, şagird dərsin başlamasına 15-20 dəqiqə qalmış gəlməli idi məktəbə. Bir də vermeşildə idi, səhv eləmirəmsə, 10-12 dəqiqə idim, yoxsa 12-15 dəqiqə idim pişirilirdi. Burada da yadınızda qalsın ki, xırda balıq 10-15 dəqiqə pişirilir. Hazır olmasına da balığın nə ilə baxırıq? Biz əti də çəngəlin köməyi ilə yoxlayırıq da ki, görək, çəngəl yaxşı batırsa, deməli, yaxşı pişib hazırdır. Balığı da, yəni, pişirən zaman çəngəllə baxırıq ki, o kürək hissəsində qalın ətini yoxlayırıq ki, görək, ora çəngəl batırsa, deməli, balıq artıq pişibdir, hazırdır, qaynadılan balıqdan söhbət gedir. Həddən artıq qaynadırıqsa, balığın əti lay-lay ayrılır. Deməli, qaynadılmış balığı yalnız masaya verəndə bulyondan çıxartmaq lazım. Deməli, qaynatma yolu ilə pişirilən balıq yalnız masaya verilən zaman suyundan çıxardılır, bulyondan çıxardılır ki, o qurumasın. İndi baxırıq balığın isti emal növündən digəri olan buxarda pişirilməsinə. Deməli, bu buxarda pişmədə qaynatılmaya oxşuyur, amma nisbətən orada az miqdarda su əlavə edirik. Məsəl üçün, yalnız balığın 1/3 hissəsinə qədərini örtənə qədər nə əlavə edirik? 1/3-ni örtənə qədər ora su əlavə edirik və əndəki yağ əlavə edirik ki, yanmasın deyənə. Bu zamanda, deməli, qapağı bağlı qazanda qaynadılır. Ağzı bağlı qazanda olmalıdır ki, buxar qalxsın, yarı hissəsi suda pişsin, yarı hissəsi də ki, 3/1 hissəsi, 3/2 hissəsi də ki, buxarın, yəni ki, buxarında pişsin də ona görə. Deməli, alt hissəsi suda qaynayır, üst hissə isə buxarda emal olunur. Qaynadılmada istifadə edilən, bax, burada da biz bayaq qaynadılmada hansı balıq növlərini çəkmişdik adını. Demişdik ki, nərə balığı fəsiləsinə aid olan kütümü demişdik, çəki balığını demişdik, skumbriyaydı, stavridaydı. Yəni, bu balıq növlərindən də, buğda pişmədə də bu balıq növlərindən istifadə olunur. Yəni, qaynadılmada istifadə edilən balıq növləri buxarda pişirilənə yararlıdır. Səs salma. Sonra, balıq əti dəridən və sümükdən təmizlənir, doğranmış balıq tikələri dərisi soyulmuş hissəsi aşağı olmaqla sıra ilə düzülür və üzərinə su tökülür. 1 kiloqram balığa, deməli, 1,5 stəkan olmaqla su götürülür. Sonra duz, ədviyyat və limon şəkildə də görürsünüz. Limon əlavə olunur. Bax, bunu necə yadda saxlayırıq? Məsəl üçün, südlü yeməklərdə nə deyirdik? Deyirdik ki, quru südə 1 stəkana 1,5 qaşıq quru süd əlavə edirdik. Burada da yadınızda qalsın ki, balıqda da, deməli, 1 kiloqram balığa 1,5 stəkan balıq su əlavə olunurdu. Qaynatmada nə deyirdik? Deyirdik ki, 1 kiloqram balığa 1 litr su, 1 qaşıq duz tökülürdü. Amma burada nə deyirik? Duzda qram zad verilməyib, qaşıq zad verilməyib. Deyirik ki, 1 kiloqram balığa
1,5 stəkan su tökülür. Duz, ədviyyat, limon əlavə edilir. Məsəl üçün, qaynatmada deyirdik ki, dəfnə yarpağının adını çəkmişdik, kərəviz demişdik, soğan demişdik, cəfəri demişdik, yörkökü demişdik, duz, istiot demişdik, dənəvər istiot demişdik. Burada qara dənələr görürsən. Amma ki, biz buğa vermədə yalnız nədən istifadə olundu? Duzdan, limondan, bir də istiotdan istifadə olundu. Ədviyyatdan istifadə olundu. İstiotun adı çəkilmədi, üzr istəyirəm. Sonra dedik ki, üstünlük təşkil edilən hazırlanma üsulu hansı oldu? Qızardılma asanda olduğu üçün balığa duz, istiot səpilir, unlanır və yağda qızardılır. Undan ancaq harda istifadə olundu? Qızardılmada. Una batırırıq, o da qızılı rəngdə qabıq əmələ gələndə deməli balıq hazır vəziyyətdə olur. Bunun üçün də tavanı qapaqla örtmək lazımdır, o da azaltmaq lazımdır. Sonra da balığı sobaya da qoymaq olar. Deməli, balıq yeməklərindən daha bir növü pörtlənmədir. Balığı sos və ədviyyat əlavə etməklə nə etmək olar? Pörtlətmək olar. Sos və ədviyyat əlavə etməklə. İndi baxırıq. Təkcə çiğ yox, qismən də emal edilmiş balığı, yəni çiğ halda da eləyə bilərik. Qismən çiğ yox, qismən emal da, yəni ki, azca pörtlədib, sonra da yəni ki, sobada və közdə bişirmək olar. Bu zaman müxtəlif soslardan istifadə edilir və yaxud qarnirlə birbaşa sobada və yaxud metal torun üzərində nə edilir? Balıq bişirilir. İsti balıq yeməkləri masaya ilıq vəziyyətdə verilir. Bax, balıq, yadınızda qalsın ki, balıq, ilıq. Deməli, masaya necə verilir? Balıq ilıq formada masanın üzərinə verilir. Deməli, balıqla qarnir boşqab və ya buludda düzülür. Deməli, balığı da qarnirdə ya boşqabda verə bilərik, ya da ki, buludda. Balıq yeməyinin növündən asılı olaraq sos süfrəyə ayrıca və yaxud eyni boşqabda da verilə bilər. Belə müəllimlər, bu qədər.